Hə, deməli müəllimlər, bizim bugünkü dərsimiz müsahibə üzrə sual-cavabdır. Gəlin biz keçən dərsdə verdiyimiz deməli tapşırıqlar əsasında başlayaq sual-cavablarımıza. Kimdən başlayaq? Səidə müəllimə başlayaqmı sizdən? Axşamınız xeyir olsun. Axşamınız xeyir, necəsiz? Yaxşıyam, sağ ol. Ay, sağ ol. Necə istəyirsiniz? Aha. Səidə müəllimə, ümumi təlim nəticəsi nədir? Ümumi təlim nəticəsi mənimsənilməsi nəzərdə tutulan, Aha. əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Ay, sağ ol. Bu ümumi təlim nəticəsinin tərifidir, müəllimə tərifini olduğu kimi qeyd elədiniz, bəli. Təlim nəticəsi, dərsin təlim nəticəsi və ya məqsədi. Bəs bunu biz şagirdlərə nə zaman elan etməliyik dərs keçdiyimiz anda? Dərsin əvvəlində. Dərsin əvvəlində, ay sağ ol. Bəs alt standart nədir müəllimə? Alt standart fənlər üzrə müəyyən olunmuş o təlim nəticə, məzmun xəttləri üzrə ümumi şəkildə ifadə edir. Odur. Yoxsa əsas standart. Alt standart şagirdin bilik bacarıq səviyyəsinə qoyulmuş. Bilik bacarıq səviyyəsinə qoyulan dövlət tələb. Mən onu əsas standartdan dəyişdim, sağlam. Hə, siz bir neçə dəfə elə bir qarışdırmısınız bunu. Çünki mən yadıma gəlir. Hər dəfə də sizə düşürəm. Hər dəfə də bəli. Hər dəfə onu dəyişirik, sağlam mən. Bəli, ona görə də dəqiq bilək, alt standart şagirdlərin bilik bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Funksiyaları hansılardır? 4 funksiyası var. Götürsək 5 deyək. Summativ qiymətləndirmə də təmin eləyir. Bəli, bəli. Summativ qiymətləndirmə. Birinci funksiyası deyə bilərəm. Bəli, bəli, buyurun. Birinci funksiyası odur ki, təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır. Bəli. Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır. Yəni, hansı üsullardan istifadə edirsə, hansı iş formalarından istifadə edirsə. Üçüncü odur ki, təlimdə interaktivliyi təmin edir. Yəni, hansı fənlərdə inteqrasiya olmasını müəyyən edir. Doğrudur. Dördüncü odur ki, təlimin məzmunu davamlı inkişafını təmin edir. Yəni, alt standart sinifdən sinifə, ildən ilə dəyişir də ona görə. Bəli, daim dəyişir, doğrudur, alt standart. Daim olaraq dəyişir. Yaxşı, bəs inteqrasiya nədir? Növləri, inteqrasiya haqqında nə deyə bilərsiniz? İnteqrasiya fənlər arası əlaqə deməkdir. Yəni, daha doğrusu desəm, növləri var. Fən daxili, fənlər arası, fən üstü. Fən daxili inteqrasiya özünün iki növü var. Şaquli və üfüqü. Ay, sağ ol. Bu qədər nə deyim, yadıma qalanı. Biri sinifdən sinif dəyişirdi, yadıma salım. Deməli, inteqrasiyanın 3 növü var. Fən daxili, fənlər arası, bir də fən üstü. Bəli, fən daxilinin də 2 növü var. Şaquli və üfüqü. Ay, sağ ol. Şaquli siniflər üzrə dəyişəndir, əlaqədir, siniflər üzrə olan əlaqədir. Üfüqi eyni sinif daxilindədir, eyni fən və eyni sinif daxilində məzmun xəttləri arasında olan əlaqədir, müxtəlif məzmun xəttləri arasında olan əlaqədir. Fənlər arası bilirsiniz də, bir neçə müxtəlif fənin əlaqəsidir, əlaqələndirilməsidir. Bir də fən üstü də həyatla əlaqədir, həyatda tətbiqdir. Bəli, həyatda tətbiqdir. Müəllimə, inteqrasiyadan müəllim sinifdə istifadə etməlidir. Niyə dərsimizdə biz inteqrasiyaya yol veririk, istifadə edirik? Əgər mən öz fənimdən götürürəmsə, tarixdən götürürəmsə, tarix məsələn ədəbiyyatla əlaqələndirir, həyat bilgisindən əlaqələndirir. Aha. Bunun əlaqələndirməsinin səbəbi nə ola bilər? Niyə biz digər, bax, dərsimizdə də daim inteqrasiyadan istifadə edə bilərik. Tez-tez inteqrasiyaya müraciət edə bilərik, istifadə edə bilərik. Sizcə nə üçündür? Nə üçün istifadə edirik?
Çünki həm dərsimizin keyfiyyətini artırır, həm effektiv tədris qurulur, həm şagirdlər dərsi daha yaxşı mənimsəyir, daha yaxşı Mənimsəyir. anlayır. Bəli, daha yaxşı başa düşməsi üçün uşaqların belə deyim də, verilmiş mövzunun daha yaxşı mənimsəməsini təmin edir. Daha yaxşı başa Təmin edir. düşməsinə Effektiv dərs köməklik almaq üçün. göstərir. Bəli, köməklik göstərir. Hətta məsəl üçün fən üstü inteqrasiya hətta şagirdin sabahlarım həyatda həmin hadisə ilə belə deyim də, həmin biliklə bağlı bir hadisə baş verdiyi zaman artıq uşaq bilir ki, orada özü nə edəcək, hansı addım atacaq. Fən üstü inteqrasiya, məsəl üçün bunu bir nümunə olaraq göstərirəm sizə. Yəni görürsüz uşağa nə qədər köməklik göstərir. Yəni onun daha yaxşı başa düşməsinə, həyatda tətbiq olunmasına, anlamasına səbəb olur inteqrasiya. Ona görə müəllim də daim dərslərində inteqrasiyadan istifadə etməlidir, inteqrasiyaya müraciət etməlidir. Müəllimə, bəs Bəli. illik və gündəlik planlaşdırma. Bu haqda nə deyə bilərsiniz? Nə bilirsinizsə, istəyirəm hamısını qeyd edim. Planlaşdırma haqqında. Nədir planlaşdırma? Neçə növü var? Planlaşdırma desək, müəllim üçün ən planlaşdırma vacib amildir. Sizə mövzu izahını atmışam. Baxmısınızsa, başa düşmüş olarsınız. İllik planlaşdırma ümumiyyətlə müəllimin ən vacib amillərindən biridir. Müəllim tutaq ki, sabahın dərsində hazırladığı dərs haqqında bilməlidir da, necə deyək, dərsi necə hazırlayır, müəyyənləşdirməlidir. İlk növbədə iki növü var, perspektiv, yəni illik, cari, gündəlik planlaşdırmadır. İllik planlaşdırmanı götürsək, müəllimin bir akademik il ərzində tədrisin təşkilə bağlı məsələləri özündə əks etdirir. Görəcəyi fəaliyyətləri özündə əks etdirən sənətdir. Ay, sağ ol, doğru deyirsən. Bir il ərzində müəllim hansı zaman aralığında, elə bil ki, hansı standartları reallaşdıracağını, tədrisini necə təşkil edəcəyini, qiymətləndirməni necə aparacağını, resurslardan necə istifadə edəcək, təlim üsullarından nədən bunları əvvəlcədən müəyyənləşdirir. Ay, sağ ol, doğru. Əvvəlcədən müəyyənləşdirir. Bu illik planlaşdırmadır. Yəni bunu əvvəlcədən müəyyənləşdirir. Onlar da deyin. İllik planlaşdırmaya nələr daxildir? Birinci standart, ikinci tədris vahidi, üçüncü mövzu, dördüncü inteqrasiya, 5 resurslardır, 6 qiymətləndirmə, 7-ci saat, 8-ci vaxt. Tarix, ay sağ ol, doğru. Daha doğrusu saat tarix, illik planlaşdırmada diaqnostik qiymətləndirmə ilə kiçik summativ qiymətləndirmə qeyd olunur. Onların tarixləri qeyd olunur. Böyük summativin tarixləri kim tərəfindən verilir, kimlər tərəfindən? O qeyd olunsa da tarixi göstərmir, çünki məktəb rəhbərliyi qeyd edilməlidir. Məktəb rəhbərliyi tərəfindən təyin olunur, bəli, doğrudur. Ay, sağ ol. Bəs gündəlik planlaşdırma haqqında nə deyə bilərsiniz? Yaxşı deyirsiniz. Yəni metodikadan anlayışınız var. Yadımda belə qalır da. Elə bir gündəlik planlaşdırma, caridə gündəlik planlaşdırma. Birinci dərsin izaha baxmışam, indi yadımda qalmır bura olur. Yəni gündəlik planlaşdırmada dərsin məqsədi, ikinci qiymətləndirmənin üsul və vasitələri, üçüncü məqsədə çatmaq üçün dərs zamanı görülən işlər və fəaliyyətlər. 3 formada götürülür gündəlik planlaşdırmada. Bir növ müəllim bələdçi rolunu oynayır da, yazında bu qalır. Elə bir ki, müəllim planı hazırlayır, bir növ bələdçi rolunu oynayır da müəllim dərs zamanı. Müəllim üçün bələdçi rolunu, yol xəritəsini Yol xəritəsidir. Doğru deyirsiniz. Nəyə görə planlaşdırırıq desək, niyə planlaşdırırıq desək? Birisi ki, müəllim burada şagirdə nəyi necə öyrədəcəyini haqqında fikir verir. Hansı məqsədə çatacağını asanlaşdırır. Aysa o məqsədə çatmağı asanlaşdırır, doğrudur. Asanlaşdırır. Bir növ müəllimdə özünə inam hissi yaranır da, inam hissi artır. Müəllimdə inam hissi yaranır, sonra müəllimin həyəcanını azaldır, müəllimə həyəcanını azaldır. Auditoriya qarşısında müəllimin həyəcanı azaldır, bəli. Müəllimin özünə inam hissi güclü olur, doğrudur. Müəllim demli şəkildə dərsini təşkil edir. Bəli, bəli. Bir növ gündəlik planlaşdırma dedikdə mənə elə gəlir ki, formatik qiymətləndirmə də bu
Gündəlik planlaşdırma, formatik Formatik qiymətləndirmə. qiymətləndirmədən istifadə olunur. Bəli, gündəlik İstifadə olunur. planlaşdırmada. Doğrudur. Aha. Dərsin məqsədini aydın Yaxşı. şəkildə. Bir sual da verim sizə. Bəs geriyə planlama nədir? Bax, belə bir sual verilsə ki, müəllimə, geriyə planlama nədir? Nə cavab verərsiniz? Müəllimə, belə cavab düzü geriyə planlaşdırma biraz mən çətin anladım. Belə ki, 3 forma kimi yadımda qaldı. Nəticə, qiymətləndirmə, fəaliyyət. Yəni Aha. birinci nəticə, qiymətləndirmə, fəaliyyət. Nəticənin sonda şagirdlərin bilik və bacarıqları öyrənilməsidir sonda. Aha, bəli, bəli. Onu biraz çətin anladım. İndi bax burada izah edirəm. Geriyə planlama nədir? Evet. Geriyə planlamanın digər adı nəticədən planlama deməkdir. Niyə nəticədən planlama deməkdir? Nəticə sonda olan bir şeydir. Bilirsiniz ki, şagirdlər dərsin sonunda əldə edəcəyi bilik bacarıqdır. Sonda əldə edəcəyi bilik bacarığı, nəticəni müəllimlər geriyə planlama zamanı ilk öncə onu müəyyənləşdirir. Onu müəyyən edir ki, sonda bu uşaqlar hansı bilik bacarığı əldə edəcəklər, hansı nəticəyə gələcəklər. Bax, bu sonda olan bir şeydir. Bunu əvvəlcədən müəyyənləşdirir. Buna digər adı da deyirlər, nəticədən planlama. Deməli, bax, düz deyirsiniz, 3 addımı var. Nəticədir, qiymətləndirmədir, fəaliyyətdir. Birinci yerdə müəllim nəticəni müəyyənləşdirir. İkinci yerdə həmin nəticəni reallaşdırmaq üçün qiymətləndirməyə üsul və vasitələri seçir. Üçüncü də müəllim həmin nəticəni reallaşdırmağın təmin olunması üçün öyrənmə fəaliyyəti müəyyənləşdirir. Başa düşdünüz? Deməli, sonda olanı, bax, geriyə planlama. Bax, geriyə planlama. Sözün mənasına baxın, geriyə. Sonda olanı əvvəlcədən müəyyənləşdirdiyinə görə buna deyirlər geriyə planlama. Nəticə sonda olan bir şeydir. Onu əvvəlcədən müəyyənləşdirdiyinə görə deyirlər geriyə planlama. Ardımları da belədir. Birinci, nəticəni müəyyənləşdirməlidir. İkinci, qiymətləndirmənin üsul və vasitələrini müəyyənləşdirməlidir. Üçüncü də təlim fəaliyyətini müəyyənləşdirməlidir. Başa düşdünüz müəllimə? Bəli. Ay, sağ olun. Bax, nəticədən planlama, geriyə planlama adlanır. Sizcə, geriyə planlama hansı planlaşdırmada öz əksini tapır? İllik planlaşdırmada var, yoxsa gündəlik planlaşdırmada? Hər ikisində. Ay, sağ ol, doğrudur. Hər ikisində geriyə planlamada İki dənə nəticə də var, qiymətləndirmə də, fəaliyyət də var ikisində də. Bəli. Hər ikisində geriyə planlamadan istifadə olunur. Afərin. Müəllimə, yaxşı cavablar verirsiniz. Başa düşmüsünüz. Video izah da atmışam ona aid. PDF də atmışam. Cavablarınız da yaxşıdır. Bir dənə psixoloji sual da verim sizə. Bu psixoloji sual verməmişim. Sizə çoxlu metodika suallarını verdim. Gəlin bir dənə psixoloji suala da yol verək. Sizə verim. Sonra keçək digər müəllim yoldaşımıza. Digər müəllim yoldaşlarımıza da vaxt ayıraq. Bax, sinifdə pinti uşaq olarsa, bu uşaqla necə iş apararsınız? İlk növbədə əgər belə bir şərait varsa sinifdə, belə bir uşaq varsa, ən əsası təmizlik qaydalarına söhbət açaram. Yəni təmizlikdən söhbət açaram. İlk növbədə özüm təşkil edirəm. Təmizliyi sinifdə birinci özüm də təşkil edirəm. Təmizliyin insan sağlamlığına nə kimi faydaları, ziyanı olduğunu, vacib olduğunu anladıram uşaqlara. Ən əsası söhbət aparıram uşaqlarla. Fakultativlər təşkil edirəm. Yəni əgər sinifdə belə bir uşaq varsa da, ən əsası. Bax, düz deyirsiniz. Bax, sinifdə pinti uşaq varsa, biz həmin sinifdə müəllim olaraq həmçinin nümunəyik. Şagirdlər müəllimdən çox şey görür. Geyimi, keçimi, saç düzümü, hər bir şeyə fikir verirlər. Deməli, ilk öncə müəllim özü səliqəli olmalıdır. Hər cəhətdən. Şagird də qarşındakı müəllimə baxaraq bir nümunə götürsün. Sonra da müəllimin vəzifəsi bir dənə bilik bacarığı tədris etmək deyil. Bir dənə bilik bacarığı, keçdim sinifə, dərsimi keçdim, qutardı, getdi. Bununla qutarmır. Çünki müəllimin əlavə vəzifələri də var. Müəllim əlavə, məsəl üçün, gigiyenaya aid, məsəl üçün, vətənpərvərliyə aid. Elə bax, bu cür
çoxlu söhbətlər, əlavə söhbətlər, tərbiyəvi belə deyək də, söhbətlər, məsəl üçün sağlamlığa aid müəyyən qədər vaxt ayıra bilər. 5 dəqiqə, 2 Mən dəqiqə, apararam, 3 mən dəqiqə, apararam. bəli. Başqa söhbətlərə də əlavə, başqa Əlbəttə ki. deyəndə əlavə söhbətlərə də hər dərs yox, 2 dərsdən 1, həftədə 1 dəfə, nə bilim, həftədə 2 dəfə, yəni dərsindən bir 5 dəqiqə ayıraraq bu cür söhbətlərə yer verməlidir. Hə, bu cür söhbətlərə yer verən zaman məsəl üçün sinifdə təşkil olunan həmin əlavə söhbətlərdən biri də edərsiniz, məsəl üçün bu cür uşaqla iş aparmaqdan ötürü edərsiniz bu uşağa aid və ümumiyyətcə sinif ümumi şəkildə söhbət apararsınız. Həmin məsəl üçün təmizliyin insan sağlamlığına nə cür təsiri var, necə vacib rol oynadığı haqqında söhbət apararsınız, gigiyenik qaydalardan danışarsınız. Özlərinin əşyalarının, kitablarının, dəftərlərinin səliqəli saxlanmasından söhbət apararsınız. Hətta özünüz də orada uşaqların məsəl üçün qarşına çıxartdığı o kitablara fikir də verə bilərsiniz. Orada gözünüzün qabağındadır da onsuz da. Yəni bunlar haqqında danışarsınız sinif daxilində, ümumi şəkildə. Biz heç vaxt hər hansı bir uşağın adını çəkib söhbət aparmırıq. Ümumi şəkildə danışarsınız və həmin uşaq, həmin sinifdə o söhbətləri eşidən zaman növbəti dərslərdə görəcəksiniz ki, özündə hər hansı bir dəyişikliklər edib. Əgər etməsə, bax, həmin uşaqlar fərdi şəkildə söhbət apara bilərsiniz. Həmin uşaqla onun, yenə deyirəm, sağlamlıq üçün o təmizliyin necə vacib olması haqqında onunla danışa bilərsiniz. Hətta yenə görürsünüz ki, həmin uşaqda heç bir irəliləyiş yoxdur, valideyninə də məlumat verə bilərsiniz. Etap da belə deyək. Addım-addım belə işlər. Bəli, o uşaq öz ümumi şəkildə təmizliyinə baxması üçün, öz səliqəsini yönə qoyması ilə əlaqədar nəsə nəticə əldə edənəcən nə edərsiniz? Addımlar atarsınız, iş görərsiniz. Başa düşdünüz, müəllimə? Bəli. Siz də düz deyirsiniz. Söhbət aparmaq lazımdır. Fərdi də danışmaq lazımdır. Yenə deyirəm, bu etap, addım-addımdır. Görürsünüz ki, heç bir irəliləyiş olmur, fərdi danışırsınız. Görürsünüz, fərdi danışdınız, heç bir irəliləyiş olmur, valideyninə məlumat verirsiniz, valideyninə bildirirsiniz. Və etap gedir da, belə deyək. Başa düşdünüzmü? Həmişə ilk addımı müəllim özü atmalıdır. Hər bir işdə, bəli, hər bir şeydə ilk addımı müəllim atır. Bəli. Sonra ki, görürsünüz ki, nəticə vermir. Məsəl üçün, baxır necə bir hadisədir, necə bir problemdir. Psixoloqa, indi məqamlar var da, hər psixoloqa müraciət etmək, valideynə zəng etmək, məktəb rəhbərinə bildirmək. Yəni, sonra başlayırsınız digər addımları atmağa. Oldu müəllimə, çox sağ olun. Yaxşıdır müəllimə hər şey. Keçək digər müəllim yoldaşımıza. Şöyle müəllimə. Şöyle müəllimə. Eşidirəm. Hə, keçək sizə birinci psixoloji suallardan verəcəm, sonra metodika suallarından. Müəllimə, kollektiv sizi bəyənməsə nə edərsiniz? Bəyənməsə, səmimi. Müəllim kollektivə, öz kollektiv yoldaşlarınızı özünüzü necə sevdirərsiniz? Onların fikirləri sizə qarşı dəyişir. Səmimilikləriniz, mehriban apararam. Onlara xoşunası quraram da, yəni ünsiyyət quraram. Çalışaram ki. Kollektivlə bəli, səmimi, güləriz, mehriban. Onlarla xoş münasibət saxlayaraq münasibət qurarsınız və çalışarsınız ki, neyəsiz, onların belə rəğbətini qazana biləsiniz, belə deyək də. Məsəl üçün, kollektiv baxarsınız ki, hansı xüsusiyyətlər kollektiv tərəfindən, digər müəllim yoldaşları tərəfindən bəyənilmir sizin. Bax, onlarda dəyişikliklər edə bilərsiniz, yəni, belə deyək də.
indi kollektiv arasında bəzən bu suala özünüzdən də deyə bilərsiniz ki, mən kollektiv bəli, öz təcrübənizdən də deyə bilərsiniz cavab verən zaman ki, kollektivlə yaxşı münasibətim var, bütün müəllimlərlə yaxşı münasibətim var, heç bir belə bir problemim yoxdur, hamısı ilə gülərüz, mehriban, səmimiyəm, hər bir müəllim yoldaşımla, kollektivlə ümumi şəkildə belə deyim də qaynayıb qarışmağa çalışıram. Yəni ünsiyyətçiyəm, əməkdaşlıq edirəm. Belə fikirdə özünüzdən də münasibət bildirə bilərsiniz bu suala. Və çalışıram ki, hər hansı bir səhvim olarsa və hər hansı bir yanlışım olarsa və onları tez bir zamanda aradan qaldırım. Hər biri ilə xoş münasibətdə olun. Ay, sağ olun. Müəllimə, bəs şagird sizdə səhv tutsa, nə edərsiniz ona? Səhv tutsa, çalışıram ki, dərsimi yəni diqqətlə tədris edeyim, amma olarsa, yəni gülümsəyərək, sonra yəni ki, yəni dərsi sonra uşağı təşəkkür edeyim, nə idi? Qeyd edib gülümsəyərəm, yəni ki, yəni bilərəm ki, düz deyir də uşaq. Sonra dərsi diqqətlə dinlədiyi üçün şagirdə təşəkkür edirəm. Yəni ki, diqqətlə dinlədiyi üçün tutub da o səhvi. Bəli, şagird diqqətlə dinlədiyinə görə sizin dərsinizi ona təşəkkür etmək düşür. İlk öncə belə qeyd edə bilərsiniz ki, mən çalışıram ki, dərsimdə səhv buraxmayım. Bunun üçün əvvəlcə hər dərsimə əvvəlcədən planlı, icmalı şəkildə, hazırlıqlı şəkildə sinifə daxil oluram. İşimə məsuliyyətlə yanaşıram ki, belə səhvlərə yol verməyim. Əgər belə bir problemlə yenə də qarşılaşsam, o zaman həmin şagirdə diqqətlə dərsimi dinlədiyinə görə, maraqla dərsimi dinlədiyinə görə həmin şagirdə təşəkkürümü bildirərəm və səhvi şagirdlərlə birgə deyərəm ki, gəlin bu səhvi bir yerdə düzəltməyə çalışaq. Şagirdlərlə birgə bu səhvi aradan qaldıraram və növbəti dərslərimdə də çalışaram ki, heç vaxt belə səhvlərə yol verməyim, daha diqqətlə, daha məsuliyyətlə işimə yanaşım. Görürsünüz, mən sizdən çox fikir bildirdim. Fikir bildirirsiniz. Hə, mən danışmağa başladım. Mən əksinə belə qulaq asanda yaxşı götürəm. Mən dərsimi dinləyirəm, kiməsə qulaq asıram. Onda daha yaxşı mənim yadımda qalır. Ona görə mən çox danışdım. Hə. Belə cavab verə bilərsiniz. Bax, bu sual mənə vermişdilər müəllimə. Bax, bu sualı mənə vermişdi ki, şagird sizdə səhv tutsa nə edərsiniz? Belə də cavab verdim. Hə. Yavaşçı məndən amma acıqlanırdı adam üstə. Hə, deməli. Bunu da dedik. Müəllimə, şagirdlə dost ola bilərsiniz sinifdə? Yox, mən dostluq yəni səmimi münasibət gəlir, amma dostluq olmaz şagirdlə müəllimin arasında dostluq olmamalıdır. Bəli, münasibət, yaxşı münasibət, düzgün münasibət. Qarşısına qalmaq başqa şey, amma uşaqla dostluq eləmək. Əməkdaşlıq edərsiniz, amma müəllimlə şagirdin dostluğu ola bilməz. Çünki arada müəyyən qədər pərdə saxlanılmalıdır. Dost bilirsiniz ki, insanın dostu olduğu zaman hər bir sirrini, hər bir anını ondan paylaşan bir şəxsdir. Biz hər bir anımızı belə deyək də şagirdlə paylaşmırıq. Bəzən biz belə deyək, şagirdlə müəllim arasında müəyyən bir pərdə, sərhəd qorumalıdır, saxlanılmalıdır. Ona görə müəllim və şagirdin dostluğu olmaz. Yaxşı münasibət, düzgün münasibət, qarşılıqlı ünsiyyət, əməkdaşlıq, hər bir bu halların hər birini təşkil edərəm, quraram, amma dostluq, dost münasibəti isə yol verilməzdir, belə deyim də, olmaz. Düzgün deyil. Müəllimə, təhsil nədir bəs? İnklüziv təhsil bərabər, yəni fiziki məhdudiyyəti olan insanlara sağlamlığı yerində olan bərabər təhsil almasıdır da. Aha, bütün əgər hər hansı bir belə deyək,
tərif yadınızdan çıxıbsa, bunu yadınızda saxlayın ki, bütün şagirdlərin, təhsilin bütün şagirdlər üçün əlçatan olmasıdır inklüziv təhsil. İndi burada hansı şagirdlər nəzərdə tutulur? Fiziki, psixi, intellektual və sağlamlıq imkanları məhdud olan və ya sağlamlıq imkanları normal olan uşaqların hər birinin eyni təlim mühitində bütün şagirdlər üçün təhsilin əlçatan olmasıdır. Burada əsas bərabər hüquqluqdur. Yəni artıq bu bəli, istər sağlamlıq imkanları məhdud olan, istər sağlamlıq imkanları normal olan uşaqların birgə eyni təlim şəraitində, eyni məktəbdə, eyni sinifdə, eyni belə deyək də partalar arxasında biz hətta partalar arxasında da o uşaqları nə etməməliyik? Fərq qoymamalıyıq. Onlar da digər şagirdlərlə qarışmış şəkildə birdən olar ki, bir partada məsəl üçün qüsurlu uşaqlar, bir partada digər sağlam uşaqlar otursun. Elə hallara yol vermək olmaz. Qarışmış şəkildə əyləşərək bərabər hüquqluq təşkil olunaraq onların da hüququdur təhsil almaq. Hamının oxuduğu məktəbdə, sinifdə eyni təlim şəraitində və bu cür onların da təhsilin almasıdır. Yəni burada istər qüsurlu deyək, qüsurlu demək əslində özü də düzgün deyil. İstər sağlamlıq imkanları məhdud olan, istərsə də sağlamlıq imkanları yerində olan uşaqların, yəni hər bir şagirdin təhsilin hər bir şagird üçün əlçatan olmasıdır. Başa düşdünüz müəllimə? Bəli, bu da inklüziv təhsilin nə olması idi? Yaxşı, şöyle müəllimə, valideyn gəlib sizin sinifinizdə, siz sinif rəhbərisiniz müəllimə? Hə, sinifim var. Sinifiniz var. Valideyn gəlibdir sizin sinif rəhbəri olaraq sinifinizə və deyir ki, mən övladımı sinifdən çıxartmaq istəyirəm. Nə deyərsiniz həmin valideynə? Nə münasibət bildirərsiniz? Əvvəlcə maraq, əgər bir sinif dəyişirsə, hə, yəni səbəblərini öyrənirəm. Amma biri var ki, ərazi baxımından, yəni ki, yol baxımından dəyişirsə, yəni dəyişməsi üçün köməklik göstərir. Amma əgər sinif dəyişirsə, yəni səbəblərini öyrənirəm. Çalışaram ki, söhbət edeyim özümlə fərdi şəkildə ki, aydınlaşdırım, görüm niyə dəyişir. Deməli, valideyn gəlib sinifdən şagirdi, belə deyək də, övladını çıxartmaq istəsə nə edərsiniz? Əlbəttə, biz həmin valideynlə söhbət apararıq, danışarıq, söhbət apararıq ki, səbəb nədir, nə səbəbdən övladını sinifdən çıxartmaq istəyir. Çünki bunun səbəbləri çox ola bilər. Bəzən elə olur ki, iki valideyn bir sinifin daxilində, indi sinif daxilində belə deyək də, iki valideynin övladı oxuduğu zaman iki valideynlə bir-biri ilə münasibəti yaxşı olmur, başlayır övladını sinifdən çıxartmağa və yaxud da iki şagird eyni sinifdə yaxşı münasibətdə olmur, başlayır, yəni uşaq özü belə həmin sinifdən çıxmaq istəyir və valideyninə bildirərək özünün oradan çıxartmasını tələb edir. Yəni bunun çoxlu səbəbləri ola bilər. Bəli, biz ilk növbədə həmin işin səbəbini araşdırmalıyıq və valideynlə fərdi şəkildə söhbət aparıb öyrənməliyik ki, valideyn niyə övladını sinifdən çıxartmaq istəyir? Əgər mənə tutarlı bir səbəbdirsə, çünki tutarlı səbəb nədir? Bəzən ailə vəziyyəti ilə əlaqədar olaraq hər hansı bir belə deyək də, ailənin belə deyək də, köçməsi ilə əlaqədar olaraq yerini dəyişirsə, bu zaman yəni bu təbii haldır. Bu zaman yəni övladını digər məktəbə köçürməsi, yer dəyişməsi ilə əlaqədar olaraq çıxarılması ola bilər. Digər səbəblər varsa, bu yəni təbii haldır. Yəni bu şəkildə ailə vəziyyəti ilə əlaqədar olaraq, köçməsi ilə əlaqədar olaraq sinifdən belə deyək də, övladının çıxarılması. Digər səbəblərdən isə məsəl üçün bayaq dedik valideynlərin bir-biri ilə sözlərinin getməməsi və yaxud da uşaqların bir-biri ilə münasibətinin yaxşı olmaması səbəbilə
belə sinifdən uşağın çıxarılması, şagirdin çıxarılması varsa, bu zaman müəllim orada yenə də iş aparmalıdır. Həmin valideynlərlə danışmalıdır və yaxud da uşaqlarla danışmalıdır, söhbət aparmalıdır. Onların bir araya gəlməsi, empatiya qurması, bir-birinin başa düşməsi üçün müəyyən qədər orada müəllimin işi olmalıdır, söhbəti olmalıdır, fərdi söhbətlər eləməlidir və bu problemi müəllim çalışmalıdır ki, aradan qaldırsın və şagirdin sinifdən çıxarılmasının qarşısını alsın. Yenə deyirəm, digər halda, yəni digər hallara görə çıxarılması o təbii haldır dedik. Amma qalan problemlərdə biz orada yenə də söhbət aparıb, səbəbini öyrənib, digər valideynlərlə danışıb bu problemi nə etməliyik? Aradan qaldırmalıyıq. Bəli, problemin həllinə çalışmalıyıq. Mutizm nədir müəllimə? Mutizmi danışdığı halda, yəni ki, ünsiyyət danışa bilir, amma bəzi məqamda yəni ünsiyyət qurmur da kimlə. Mutizmi oydu da desəm, qarışdırmalıyıq. Bəli, uşağın danışa bildiyi halda danışmaqdan imtina etməsidir. Bəli, mutizm uşağın danışa bildiyi halda danışmaqdan imtina etməsidir. Doğru deyirsiniz. Mutizmin özünün də iki növü var. Bir total mutizm, bir də selektiv mutizm. Total mutizm deyəndə bu uşaqlar, bu insanlar heç bir halda heç kimlə ünsiyyətə girmir, danışmır. Yəni bunlar heç kimlə ya ünsiyyətə girmir, ya danışmır, ya ünsiyyət qurmur. Amma selektiv mutizm deyəndə bu zaman bu uşaqlar bir və ya bir neçə şəxsi seçir. Yalnız onlarla danışır, yalnız onlarla münasibət qurur. Başa düşdünüz? Deməli, selektivdə bir neçə qrup uşağı seçir, məsəl üçün adamı seçir, belə deyək, yalnız onlarla söhbət edir. O total mutizmdə ümumiyyətlə heç kimlə münasibət qurmur, münasibət deyəndə danışmır, ünsiyyət qurmur. Bəli. Ay, sağ ol. Müəllimə, psixoloji suallardan verdim sizə, xeyirlər. İndi keçək metodika suallarımıza da. Metodikaya da müraciət edək. Bir-iki sual verək metodika suallardan. Nəyi bilirik? Müəllimə, sosial psixoloji mühit dedikdə nə başa düşürsünüz? Sosial. Necə müəllimə bir dənə sual var? Sosial psixoloji mühit. Sosial, yəni ki, fikrimi çatdıra bilmirəm. Hə. Sosial. Bilirsiniz sosial psixoloji mühit nədirsə? Bilirəm, prosta mənim fikrimi tam çatdıra Hə, bilmirəm. indi biz danışmalıyıq da müəllimə. Biz mükəmməl dərəcədə danışmalıyıq, ünsiyyət qurmalıyıq, fikrimizi bildirməliyik. Sosial psixoloji mühit deyəndə şagirdlər üçün dəstəkləyici mühitin olduğu mühit. Bəli, dəstəkləyici mühitin olduğu sinifdir. Dəstəkləyici mühit olmalıdır. Sosial psixoloji mühit dedikdə şagird burada mühakimə olunmur. Şagird burada sərbəst şəkildə öz fikrini ifadə edir. Şagird çəkinmir, şagird qorxmur. Qorxu hissi olmur uşaqda. Məsəl üçün, mən sualı tutalım ki, səhv deyərəm, müəllim məni mühakimə edər, uşaqlar mənə gülər. Bax, belə mühit olmur. Burada uşaqlar səhv bildiyi halda öz fikrini ifadə edir. Uşaqlar, bəli, söz azadlığı verilir. Müəllim burada demokratik üslubda olur. Müəllim yanaşması demokratik üslubda olur. Bərabər hüquqluq olur. Şagirdlər öz fikirlərini sərbəst şəkildə ifadə edir. Şagirdlər burada mühakimə olunmur. Şagirdlərdə burada qorxu hissi olmur. Şagirdlər özlərini rahat hiss edən bir mühit, dəstəkləyici bir mühit yaradılır şagirdlər üçün. Və onlar da öz fikirlərini belə mühitdə öz fikirlərini sərbəst şəkildə ifadə edir. Qorxmur, çəkinmir, utanmır. Bax, belə mühitdir sosial psixoloji mühit. Başa düşdünüz müəllimə? Fikrimi çatdıra bilməli. Demokratik bir mühitdir də, yəni fikrini aydın çatdıra bilir uşaq.
Müəllimə, təhsilin formaları hansılardır? info informal, necə mən aləmi qaçırdım. Hə, İnformal, düz deyirsiniz. İnformal, bilirəm biri mən. neformaldır. Qeyri-formal, informal, Bəli. düzü Formal. Ən birincisi formal. formal. Formal, informal, Bəli, qeyri-formal. formal, qeyri-formal, informal. Bəs İnformal. təhsil alma formaları hansılardır? Təhsil alma formaları, Hə, əyani, düz qiyabi. deyirsən. Əhə. Hə, əyani, qiyabi, məsafə bir də nə idi? Düz deyirsən. Onlayn, Məsafədən, distant, əhə. məsafədən, Sərbəst, sərbəst. evdə təhsil, fərdi Evdə təhsil, təhsil və stasionar biri də qaydada stasionar təhsil. təhsil. Deməli 7 dənə təhsil formaları 3 dənədir. Formal, qeyri-formal, informaldır. Təhsil alma formaları 7 dənədir. 4-ü bunlardan əsasdır. Əsaslar hansılardır? Qiyabi, əyani, qeyri, distant, sərbəst. Bunlar əsasdır. 3-ü əlavədir. Evdə təhsil, fərdi təhsil, stasionar təhsil. Bunlar da əlavədir. Müəllimə, siz də alt standartın nə olduğunu qeyd edin. Alt standart şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Ay, sağ ol, doğrudur. Funksiyalarını da deyin. Funksiyaları nə idi? Təlimdə təlim məqsədlərinin dəqiq müəyyənləşdirilməsi üçündür. Sonra təlimdə strategiyaların düzgün müəyyənləşdirilməsi üçündür. Onu deyirsən mən rol oynayır. Təlimdə informasiyanı təmin edir. Bir də təlim məzmunun davamlı inkişafını təmin edir. Bəli. Summativ qiymətləndirməni də təmin edən summativ qiymətləndirmə. Bəli, doğrudur. Alt standart 3 sonrakı yəni bəli, 3 rəqəmlə ifadə olunur. Bəli. Yəni ifadə olunur. Sonuncu yeri də sonuncu rəqəm durduğu yer alt standartın yeri. Birinci yer məzmun xəttinin yeridir, ikinci yer əsas standartın, üçüncü yer də alt standartın yeridir. Bəli. Ay, sağ ol müəllimə. Sağ ol Şölə müəllimə. Bir də təkrarlayacağam mən. Qulaq asanda yaxşı öyrənir. Aha. Keçək, deməli, Gülbəniz müəlliməyə. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Gülbəniz müəllimə, sinifdə oğurluq etsə şagird, hər hansı bir şagirdlərdən biri sinifdə oğurluq etsə nə edərsiniz? Həmin şagirdlə necə iş apararsınız? Müəllimə, deməli bunu bilsəm də, yəni hansı şagirddir? Bunu təbii ki, şagirdlərin içində heç bir söz demərəm. Ay, sağ ol, bəli. Onunla belə fərdi söhbət edərəm. Bu məsələnin də ikimizin arasında qalacağına söz verərəm də. Düz, yəni ki, deyərəm ki, mən bunu heç kim yanında açmayacağam. Yəni onu danışdıraram da, bunun səbəbini öyrənəm. Düzgün danışmasına, niyə bu cür işə əl atmasının səbəbini öyrənməkdən ötürü səbəbini danışdıraram. Bəli, doğru deyirsiniz. Ay, sağ olun. Deməli, bu belə hal olduqda heç vaxt sinifdə ümumi şəkildə uşaqların içərisində, belə deyək, ad çəkmək doğru deyil. Həmin uşaqla bəli, fərdi şəkildə söhbət aparmalısınız, səbəbini öyrənməlisiniz, nə üçün bu belə bir işə əl atıb, səbəbi nədir və oğurluq halının düzgün bir yol olmadığını ona anladaram, izah edərəm, bəli, başa salaram və belə bir yoldan çəkinməsi üçün çalışaram ki, bir daha belə hərəkətlərə yol verməsin, bu cür xüsusiyyəti özündən uzaqlaşdırsın. Çalışaram ki, o uşaqda belə hal bir daha təkrarlanmasın və bunun üçün həmin uşaqla bəli, fərdi söhbət apararaq iş apararam və onun bu xüsusiyyətinin aradan qaldırılmasına, bu problemin aradan qaldırılmasına çalışaram. Ay, sağ ol. Mütləq danışıb səbəbini öyrənmək lazımdır ki, görək nə səbəbdən belə bir işə əl atıbdır.
Deməli, bunu dedik. Dərs vaxtı şagirdlərin yanında direktor sizinlə kobud rəftar edərsə, necə davranış nümayiş etdirərsiniz direktora qarşı? Nə edərsiniz bu zaman? Belə də həmin vaxt heç bir fikir bildirmərəm, çünki şagirdlərin qarşısındayam. Aha, Amma dərsdən sonra direktorun özünlə də söhbət edərəm ki, nə üçün belə davrandığını aydınlaşdıraram. aha. Yəqin isim də olsa, yəni onu özüm də düzəldərəm də. Və öz Amma üzərinizdə hər bu hansı bir səhviniz varsa, aydınlaşdıraram, söhbət eləyərəm ki, yəni bu da niyə belə davrandı? Əgər mənim də səhvim varsa, onu da düzəldərəm. doğrudur, yəni. Deməli, həmin anda bəli, hər hansı müəllim həmişə səbirli, təmkinli olmalıdır. Səbrini, təmkinini qorumalıdır, bacarmalıdır ki, biz şagirdlərin qarşısındayıq. Bu zaman belə deyək də, onların qarşısında hər hansı bir sözmü deyək, hər hansı bir fikirmi bildirməyək, aqressiv şəkildə, belə deyim də. Tez, belə deyək də, bəzən olur müəllim özündən tez çıxar. Yəni belə işlərə biz yol verməyək. Səbrimizi, təmkinimizi qorumalıyıq, bəli. Sonra, dərsdən sonra həm direktorla söhbət edib, bəli, səbəbini öyrənmək lazımdır ki, o cür davranmağın səbəbi nədir? O cür yəni yanaşmağın səbəbi nə idi ki, nə səhvim var ki, mənə o cür yəni direktor o şəkildə, bəli, mənə yanaşdı. Əlbəttə söhbət aparıb səbəbini öyrənərəm. Əgər məndə hər hansı bir həqiqətən səhvim olubsa, çalışaram onu səhvi düzəldim, bəli, nəticə çıxardım və düzəldim. Növbəti dəfə belə səhvlərə yol verməyim. Və hər bir işdə, bəli, ilk öncə səbəbini müəyyənləşdirmək lazımdır ki, nə səbəbdən baş verib. Bunun üçün də mütləq fərdi şəkildə söhbət etmək lazımdır. Bunu da dedik. Öz fənninizi müəllimə, texnologiya fənnidir sizdə. Öz fənninizi, yəni texnologiya fənninizi şagirdlərə necə sevdirərsiniz? Müəllimə, ilk öncə çalışıb şagirdlərə özümü sevdirərəm. Yəni şagirdlər müəllimin sevməlidir ki, onun fənnini də sevsinlər. Əgər o müəllimini sevirsə, o fənnini də sevəcək. Ona görə də ilk öncə özümü sevdirərəm, onların marağına uyğun dərs quraram və onlarla həm də beləcə elə bil mənim fənnimi də sevirlər də, özümü də Texnologiya sevərəm. fənni müəllimə çox maraqlı, əyləncəli, Bəli, çox yaradıcı bir fəndir. bəli, Burada çoxlu əl bəli, işləri var. Əslində bəli. həqiqətən də texnologiya çox belə deyək də, uşaqlar texnologiya fənnini sevərlər. Nə mənada? Çünki orada o qədər yaradıcı işlər var, orada o qədər əl işləri var. Biz onları tədris etdikcə, biz onlara nümunələr gətirdikcə, onların özlərini işə cəlb etdikcə, hətta onları məsəl üçün sizdə var da tikmə işləri var, hörgü işləri var, Bəli, bəli, hər şey qatlama var. işləri var. Çox demək olar bu haqda. Mən tutalım ki, dərslərimdə şagirdlərimə məsəl üçün iynə, sap gətirib onlara naxış vurmağı öyrədərəm, özlərinə tikdirərəm, özləri Maşında işləməlidir tikmək və və yaxud təhlükəsizlik elə bir qaydalarına xəstədə əməl bişirmək, edərək. hər şey var. Bəli, salatlar var, eləmi? Salat da var deyəsən sizdə. Yemək, salat. Bəli, bəli, hər şey var, hər Ay, şey, bəli. çox şey var. Yəni texnologiyaya həqiqətən uşaqlar çox sevirlər. Əgər biz onu o cür tədris etsək, onların marağına uyğun, onların mənafeylərinə uyğun, istəklərinə uyğun əyani vasitələrdən istifadə edərək biz onları tədris etsək, yaradıcı işlərinə, əl Çox maraq işlərinə, yaratmalı bəli, olur. praktik işlərə biz dərslərimizdə daha çox yer versək, interaktiv oyunlardan istifadə edərək dərslərimi qursam, əlbəttə ki, mənim fənnimi neyniyəcək? Sevəcəkdir. Uşaqlara sevəcəklər. çalışaram və bu yollardan istifadə edərək şagirdlərimi neyniyərəm? Öz fənnini sevdirərəm. Yəni həqiqətən deyə mən özüm məsəl üçün özümdən götürüm. Texnologiyada bizdə məsəl üçün ibtidai sinifdə
bu illərimdə, belə deyim, keçən tədris ildə texnologiya fənnini tədris etdim. Belə ara dərs deyirlər də, ibtidaidə belə deyim də, əsas fənləri yox, texnologiya. Görün onun içində nə qədər işlər o, plastilinlə o, balaca uşaqları plastilinlə, bilmirəm, yuxarıda var plastilinlə iş düzəltmək. Var o qədər yox, hamısı aşağıda var. Amma yuxarıda lap çeşidlər lap çoxdur. Boyadan iş görmək, nə bilim plastilinlə iş görmək, muncuq düzmək. Yəni biz onları o şəkildə tədris etsək, gətirsək, muncuqlardan nəsə düzəltmək, lələklərdən Həm də nəsə şagirdlər düzəltmək. sərbəst olur, həm də ona görə sevirlər, rahat Amma burada olurlar. yenə də hər addımında müəllim nəzarəti mütləqdir. Çünki orada məsəl üçün istifadə olunan o Nədən istifadə alətlərdir, olunur? bəli, istifadə olunan Qarşıdan ləvazimatlarda istifadə bəli, eləyirlər. təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Yəni həqiqətən də çox maraqlı, çox belə nətər deyim, uşaqların biz əgər o cür tədris etsək ya, bir var ki, tutalım ki, dərslikdə verilib tutalım, muncuqla iş görməkdir və yaxud da tikmə işidir. Heç bir şey gətirmədən mühazirə şəkildə biz dərsi təşkil etsək, uşaqlar da orada nə olacaq? Sıxılacaq. Maraq göstərməyəcək. Amma biz onu Aşağı əyani siniflərdə vəsaitlərdən istifadə